cərrah mama ginekoloq Günay Əsədova həkim-sən verilişinin qonağıdır. Baku Medikal Plaza Klinikasının Babək filialında fəaliyyətini davam etdirir. Buyurun xanımlar, müraciətlərinizi edə bilərsiniz. Günay xanım, xoş gördük, necəsiz? Xoş gördük, sağ olun. Siz necəsiz İlham xanım? Teşekkür edirəm. Qadınlarda rast gələn xəstəliklər sırasında mən deyərdim ki, ilk sıralarda bəlkə də hormonal xəstəlik olan polikistik over sindromudur. Polikistik yumurtalıq sindromu. Varmı müraciətlər və nələri aşkarlayırsınız? Altda yatan səbəbi nədir? Müayinələr sırasında nə aşkarlanır? Hansı xəstəlik fonunda yarana bilər? O qədər sual yönəltmək olar ki, məhz burada sadəcə qadınları deyil, elə qızlarımızı da səsləyirəm ki, əgər sizdə menstrual sikldə hər hansı bir gecikmələr, ağrılar və s. indi həkim irəliləyən dəqiqələrdə bir çox simptomları sadalayacaq, bu və ya digər şikayətlər varsa, vaxtında, zamanında həkiminizi doğru şəkildə seçərək müraciətinizi edin. Müasir dövrün ən çox yayılmış, həmçinin bir belə deyək də bəlası olan xəstəliklərdən biri də polikistik over sindrom, yəni qısa adla desək PCOS dediyimiz bir xəstəlikdir ki, və yaxud da polikistoz deyə, yəni bir çox pasiyentlər bunu belə tez-tez eşidir. Ümumiyyətlə, reproduktiv yaş dövründə olan xanımların demək olar ki, əksəriyyətində yumurtalıqların polikistoz sindromu rast gəlinir. Çünki bu altda yatan səbəb, yəni müxtəlif səbəbləri sadalaya bilərik. Amma ən əsası bizim düzgün həyat tərzinin keçirilməməsi, qidalanmanın pozulması, stres faktorları, hormonlarda gedən dəyişikliklər, yumurtalıq rezervinə, həmçinin dediyimiz bu stres faktorları, mübadilə prosesinin pozulması insulin rezidentliyinin, yəni artmasına gətirib çıxarır ki, insulin rezidentliyinin artması da birbaşa olaraq bu xəstəliyin artıb çoxalmasına səbəb olur. Ümumiyyətlə, mən yumurtalıq polikistoz sindromuna tək bir yumurtalığın xəstəliyi kimi baxmazdım. Bu bir multi xəstəlikdir, yəni bir çox sahəni əhatə edən xəstəlikdir. Həmçinin bu sindrom metabolik bir sindromdur. Tək ginekoloqların deyil, bu pasiyentlər həmçinin uzun illər terapevtlərin, endokrinoloqların da pasiyentləri olur. Və ən əsası, burada mən bəzi nüanslara toxunmaq istəyirəm ki, ümumiyyətlə, insulin rezidentlik, bəzən pasiyentlər düşünür ki, insulin deyəndə tək glukozanın qanda tənzimlənməsidir. Lakin insulin qanda glukozanın tənzimlənməsindən ziyadə yumurtalıqlarda yerləşən TK hüceyrələrə təsir göstərərək orada androgenlərin miqdarının artmasına səbəb olur. Androgen miqdarının artması, gəlin baxaq, mexanizm olaraq nə baş verir? Yumurtalıqlarda bizdə siklik olaraq hər ay bir dominant folikul dominantlaşmalıdır, böyüməlidir və partlamalıdır. Və sikl bu sxemlə davam etməlidir. Hiperandrogeniya, insulinin artması təsir göstərir bu prosesin pozulmasına. Eyni anda bir neçə folikul yola çıxır, amma heç biri partlama, yəni dominantlaşma və partlama səviyyəsinə gəlib çıxa bilmir. Və ultrasəs müayinəsində ən çox rastlaşdığımız əlamət də bu olur. Kənarlarda xırda düzümlü 2-9 mm ölçüdə, hətta bunu mirvari boyun bağısına xatırladan bir formada düzülmüş folikullar. Amma burada bir şey var. Tək ultrasəs müayinəsi ilə polikistoz diaqnozu qoymaq düzgün deyil. Çünki gənc qızlarımızda əksəriyyətində də bəli, multifolikulyar, yəni yumurtalıqda bəzən özünü polikistoz kimi göstərə bilər. Burada əsas məsələ pasiyentin anamnezidir. Yəni adət düzənsizliyi varmı? Digər üzdə səpkilər, yəni aknelər varmı? Hirsutizm, yəni dediyimiz tüklənmə əlamətləri varmı? Həmçinin saç tökülməsi, yəni androgenik mənşəli saç tökülməsi, yəni görünürmü? Piylənmə varmı? Ən əsası da qarın, yəni ön hissəsində, aşağı piy təbəqəsində. Bəli, təbii ki, indi ora mən toxunacam. Yəni piylənməsi varmı? Ən çox, yəni bu əlamətləri ümumi olaraqdan baxmaq lazımdır. Həmçinin yumurtalıqların polikistoz sindromu
yanaşı olaraq digər bir çox xəstəliklərdən də diferensiasiya eləmək lazımdır. Çünki bir çox hormonal problemlər özünü bu formada, yəni sindrom formasında, yəni oxşarlıq verə bilir. Bəzən biz düşünürük ki, insulin rezidentlik yalnız kök insanlarda ola bilər. Bədən çəkisi normal olan arıq qadınlarda belə insulin rezidentlik yoxlamadan bunu demək olmaz ki, burada yoxdur. Və bəzən arıq qadınlarda, yəni habitusa baxaraqdan qərar vermək olmaz ki, burada polikistik over sindromu yoxdur. Multi yanaşma lazımdır. Çünki tək burada insulin rezidentlikdən səbəbindən gəlmir. Mərkəzi olaraq hipofizar, hipotalamus səviyyəsində olan hormonal sistemdə gedən dəyişikliklər qanda lüteinləşdirici hormon, folikul stimulucu hormonun, yəni bir-birinə olan nisbətini artırır. Lüteinləşdirici hormon miqdarının artması yenə də ovulyasiyanın prosesinə təsir göstərir, anavulyasiya yaradır və eyni zamanda bu da bir tərəfli olaraq, yəni hiperandrogeniyaya səbəb olur. Yəni hiperandrogeniya isə artıq digər istiqamətlərdə özünü bir çox əlamətlərlə göstərir. Çox maraqlı doktor, bax dedi ki, beyin səviyyəsində hipotalamus, hipofizar vəzdə o FSH, LH, düzdürmü? Yəni beyinlə yumurtalıq arasında olan əlaqənin pozulmasıdırsa, bu artıq yumurtlaya bilməməyə gətirib çıxarır. Bəli, anavulyasiya. Eyni ilə də anavulyasiya. Eyni ilə də biz deyirik ki, yumurta var amma çatlamır. Nə qədər istəyən yumurta var amma çatlama yoxdur. Mən həmişə nizamsız yumurtalıq adlandırıram. Çünki bəli, yəni burada yumurtalığın içərisində folikullar var. Amma folikullardan belə deyək, bir əmr gəlir ki, bir folikul yetişib partlamalıdır. Amma burada artıq bir anda 5-6 folikul eyni anda yola çıxıb böyüməyə çalışır, amma heç biri partlama, yəni ovulyasiyaya gəlib çatmır. Və burada bu səbəbdən də hər bir kistalaşmış formada, yəni yarandığına görə də təbii ki, ovulyasiya getmədiyi, anovulyator sikl yarandığında adət gecikməsi verəcək. Yəni özünü menstrual sikl gecikmələri ilə. Ya yəni məsələn, bəzən əlamət olaraq pasiyentlər gələndə belə müraciət edir. Mən məsəl üçün keçən 3 ay bundan öncə bir pasiyent müraciət eləmişdi. 26 yaşında gənc bir qadın yeni ailə qurmuş. Yeni dediyimiz, yəni 2 ildə ailə qurmuş. Yəni sonsuzluq, yəni hamiləlik baş vermir şikayəti ilə müraciət elədi. Bəli, bu sindromun ən çox verdiyi problem sonsuzluq problemidir. Müraciət elədi, biz təbii ki, ultrasəs müayinəsində, yəni aşkarladıq, qan analizinə əsasən, hormonların səviyyəsinə əsasən diaqnoz qoyduq, polikistik over sindromu. Və burada sadəcə olaraq müalicə taktikası pasiyent hamilə qalmaq istəyir deyə hamilə qalma istiqamətində aparıldı. İnduksiya olundu, həyat tərzinə biraz toxunuldu. Artıq dünən xanımın yəni hamiləlik xəbərini duyduq. Yəni bu çox sevindirici bir şeydir. İstiqamət olaraq düzgün istiqamət seçərkən biz artıq nəticə əldə eləmiş oluruq. Diaqnozu qoymaq üçün bir neçə kriteriya eyni anda olmalıdır. Tək bir əlamətə görə biz diaqnoz qoymamalıyıq. Tək bir müayinəyə görə əhəmiyyəti var ultrasəs müayinəsi. Bəli. Amma dediyiniz kimi haqlısınız. Burada diferensial diaqnostika və dəqiqlik vacibdir. Doktor, deyək ki, yumurta var, çatlamadı. Bunun aqibəti sonu nə olur? Yəni yumurtalıqda o vəziyyət nə qədər davam eləyir? Nəticə etibarilə hormonlarda nə kimi problemlər yaranır? Diaqnoz qoyulandan sonra xəstəyə yanaşma artıq qızıl standart olaraq pasiyentin nə istədiyinə bağlıdır. Adət düzənsizliyini mi aradan qaldırmalıyıq, hirsutizmi mi müalicə eləməliyik, yəni daha çox hansı istiqamətdə narahatçılıq varsa o istiqamət, yoxsa biz qadını hamilə mi eləməliyik? Bəzən düşünürlər ki, menstruasiya, pasiyentlər gəlir, bir il ərzində cəmi 2-3 dəfə adət görür. Müalicə etmə etabında deyir ki, doktor, neynirəm mən, adət görməyim də. Məsəl üçün, adət görməsəm də olar. Yəni, bu nə qədər vacibdir. Amma düşünmürlər ki, daim anavulyasiya, daim hiperestrogeniya, progesteron yetməməzliyi, daim endometriyanın estrogenin təsirinə məruz qalması nə əmələ gətirəcək? Endometriyanın hiperplaziyasını, onun altında isə onkologiya yəni gətirib çıxara biləcək bir şeydir. Biz təkcə sizin adətinizi düzənə salmaqla biz bunu sikl əldə etmirik. Biz sadəcə olaraq sizin
həyatınızdakı o hissəni normaya salmaqla sizi onkologiyadan da qoruyuruq. Yəni qadınlar bunu bu cür dərk eləməlidir. Yaxşı, hamiləlik istəmirəm, sikl normala dönsün. Adət, yəni bunun müalicəsi Bəli, biz təbii ki, burada birinci növbədə kənardan süni hormonlar verilir, yoxsa necə? Mütləq şəkildə androgenlərin miqdarı qanda çoxdursa, miqdarını normallaşdırmaq üçün oral kontraseptivlərdən istifadə eləyirik. Oral kontraseptivlər hormonal statusu tam balanslaşdırmaqla həmçinin adəti düzəldir, yəni progesteron, estrogen balansını normaya salır və bu da adət düzənsizliyini aradan götürür və həmçinin androgenlərin miqdarı qanda aşağı düşdüyünə görə digər dediyim bayaq saydığım əlamətlər aknedir, saç tökülməsidir, yəni bu cür tüklənmədir, bu cür əlamətlər də aradan qalxmış olur. Yəni biz burada tək adəti düzəltmirik, həmçinin bu əlamətlərdə müalicə etmiş oluruq. Yumurtaqların polikistozu olan pasientlərdə ikinci tip şəkər 3-5 dəfə daha çox rast gəlinir. Ürək-damar sistemi xəstəlikləri, kardiovaskulyar sistem xəstəlikləri daha uzun müddət bu sindromdan əziyyət çəkən qadınlarda daha tez-tez rast gəlinir. Yəni biz bu problemi öncədən qarşısına almaqla və bəzən bir də görürsünüz ki, pasientlər deyir ki, doktor, mən ömür boyu dərmanımı qəbul eləməliyəm, tutaq ki, deyək, metformin qəbul eləməliyəm ki, şəkərim, qanda insulinim normada olsun və yaxud da ki, mən bunu nə qədər müddətdə davam. Mən buradan səslənmək istəyirəm ki, bizim əsas məqsədimiz sağlam həyat tərzidir. Bəzən çəkinin normallaşması, o həyat tərzinin normallaşması, dietanın müəyyən bir, təbii ki, bizim çox böyük bir problemdir, qidalanma problemi. Həqiqətən insanların əksəriyyəti düzgün qidalanmır. Hər şeydən az-az olmalıdır. Nəyin miqdarı artıq olursa, bir o qədər o bizdə problem yaradır. Yəni, yağlı yeməklər, bu bizim mətbəximizin çox təəssüf ki, belə deyək, bir bəlasıdır. Yağlı yeməklərin çoxlu istifadəmiz karbohidratların, şirniyyatların, hərəkətsizlik, stres faktoru, bunlar özü də çox böyük əhəmiyyət kəsb edir. Amma bəzən bir də görürsünüz ki, bununla yanaşı hipotireoz da ola bilər, eyni anda rast gəlinə bilər və yaxud da hipotireoz özünü polikistoz kimi göstərə bilər. Həmçinin hiperprolaksinemiya. Hiperprolaksinemiya bir çox müraciət edən pasientlərdə adət gecikməsinin altından hiperprolaksinemiya çıxır. Yəni, prolaktin hormonunun yüksək olmaz. Prolaktin hormonu təbii ki, normaya salınan kimi adət düzənsizliyi aradan qalxmış olacaq. Biz ona görə, məsəl üçün, indi hal-hazırda polikistoz diaqnozunu qoymaq üçün Rotterdam kriteriyalarından istifadə edirik. Bu içərisindəki meyarlardan ən az ikisi və yaxud da üçü olmalıdır ki, biz artıq polikistoz diaqnozunu qoya bilək. Doktor, biz dedik ki, polikistik over sindromu, yumurtalıq sindromu altda yatan səbəbləri az-çox bəlli olur. Səbəbi bəlli olan problemin aradan qaldırılmasına niyə getmirik ki, kənardan biz, məsəl üçün, bu reproduktiv dövrdə olan qadına sual veririk ki, hamiləlik mi istəyirsən, çünki, baxın, məsələn, oral kontraseptiv qəbul eləyən qadın hamilə qala bilməyəcək. Onu bilmək istəyirəm. Yaxşı, hamilə qala bilməyən, bu rezervə baxılaraq bu qərar verilir ki, üst-üstə düşsün pasiyentlə həkimin qərarı. Yəni, baxın, yumurtalığında əgər rezerv varsa, antimüller hormonu və sarin nə qədər güvənilir, bilmirəm. Son zamanlarda da deyirlər ki, yanaşı başqa müayinələr aparılmalıdır. Amma hər bir halda sizin biləcəyiniz işdir. Deyək ki, rezerv var, amma hamiləlik istəmirəm. Və deyirəm ki, sikli normallaşdır, doktor. Siz də deyirsiniz ki, təbii ki, əgər hamiləlik istəmirsə pasiyent, yumurtaların aqibəti nə olacaq? Əgər pasiyent hamiləlik istəmirsə, biz artıq burada oral kontraseptiv verərəkdən həm adət düzənsizliyini aradan qaldırmış olacağıq, həmçinin qadın hamilə qalmayacaq dərmanı qəbul edən müddətdə. O necə olacaq? Çünki oral kontraseptivlərin təsir mexanizmi belədir ki, o estrogen progesteron balansını normada saxlayaraq yumurtalıqların belə deyərdim də, yəni çox işləməsinin, yəni biz polikistoz zamanı yumurtalıqların işləmədiyini demirik.
nizamsız işlədiyindən danışırıq. Yəni, hər ay bir folikul yetişdirib partlatmalı olan yumurtalıq hər hansı bir formada bu sistemdən çıxır və bir neçə folik kontroldan çıxaraq bir neçə 3-5 folikulu eyni anda yetişdirməyə çalışır. Və biz bu anda nə edirik? Oral kontraseptivlərlə, yəni bu prosesi dayandırmış, dizənə salmış oluruq. Belə deyək, kontrollaşdırırıq. Beyinlə yumurtalıq arasındakı əlaqəni kəsirik. Bəli. O FSH, LH dediğimiz. Bəli, onları salmaqla yumurtlamır, amma siklik olaraq rezerv qalır. Rezerv qalır. Qorumuş oluruq. Qorumuş oluruq. Digər tərəfdən dediyiniz o kontraseptivlərin tərkibində olan progesteron süni hər nə qədər olsa da uşağın içində qanamaya səbəb olur və sikl ortaya çıxır. Nə mürəkkəb mexanizmlər var, doktor. Amma yenə də xanımlara bir daha səslənmək istəyirəm. Biz hər şeyin gözəlini istəyirik, amma sağlam şəkildə bunu və doğru həkimin müayinəsi, təqibi, müalicəsi sırasında əldə etsək daha yaxşı olar. Çünki hormonal statusdan gedir söhbət. Bax, deyir, sizi altda yatan səbəb, əgər bu tüklənmədsə bunun müalicəsinə başlanmalıdır, bilmirəm, tiroid vəzdə problem və s. Əslində, artıq var olan problemi müalicə etmək nə qədər effekt verəcək bilmirəm. Reproduktiv dövrdə olan xanımların bütün reproduktiv sistemini qorumağa çalışmaq istiqamətində müəyyən tədbirlər görülməlidir. Və bu arada xatırladaq ki, hər artıq çəkili xanımlarda da polikistik over sindromu olur. Bəzən tüklənməsi olan pasiyent müraciət edir. Baxırsan ki, yəni görüntü olaraq, bəli, hiperandrogeniyanın əlamətləri var, tüklənməsi var, özündə müəyyən qədər. Amma adət düzənsizliyi yoxdur. Analizlərdə tamamilə normal çıxır. Bəzən genetik bir faktor da öz rolunu oynayır. Ailəyə baxmaq lazımdır. Soruşanda deyim, mənim anamda da belə olub. Biz ailecə biraz, məsəl üçün tüklənməyə meyilliyik, qara buğdayıq və bu var bizdə. Və yaxud da ki, bəzən olur ki, heç tüklənməsi, əlamətləri o qədər də nəzərə çarpmır, gözə çarpmır. Amma adət 6 aydır, 7 ayla dərman qəbul etmədən adət olmayan qızlarımız da var. Və buna görə də, məsəl üçün, mən həmişə deyirəm, bəzən xırda bir toxunuş, deyərdim ki, həyat tərzinin dəyişməsi, idmana başlaması, yəni bunların özü gətirib, baxırsınız ki, öz başına heç bir dərman preparatı qəbul etmədən adətini düzəldir. Doktor, polikistik yumurtalıq sindromu olanlarda sikl düzənsiz olur. Bəli. Nizamsız olur. Qanaması və s. Burada bir neçə formada özünü göstərir. Ən çox rast gəldiyimiz amenorreyadır. Yəni, 3 ayla, 4 ayla, hətta 6 ayla olmayan menstruasiya, gəlməyən menstruasiya. Çünki az öncə danışdığımız mövzuya qayıtmaq istəyirəm. Müalicə taktikasını sona saxlayaq. Bu dediniz ki, mən sual verirəm, pasiyent nə istəyir? Onsuz da bu polikistik over sindromunda onsuz da hamilə qalma şansı yoxdur. Yumurta çatlamır və s. və ilaxırı. Yəni, bu adamın hamilə qalmaq istəmirəm deməsi nə dəyişə bilər? Yəni, hamiləlik keçirdəndən sonra da problemlə gələn pasiyentlər var. Yəni, hamiləlik var. Demək ki, o qadın ancaq narahat edir ki, sikl da yoxdur. Sikl yoxdur, kökəlməsi çoxdur, çəki verə bilmir, artıq özünü narahat hiss eləyir, adətin gəlməməsi digər əlamətlərə səbəb olur. Qadında artıq həm psixoloji olaraq, bu qadınların bəzən psixoloji istiqamətdə də bir çox şeyləri gözdən qaçırılır. Yəni, bədənə qarşı olan görüntünün, imicin bəyənilməməsi, qadının özünü, özü ilə narazı olması, bu cür özgüvənini aşağı salır. Bəzən o tüklənmənin aradan qaldırması və yaxud da aknenin müalicəsi onlarda bilirsiniz nə qədər xoşbəxtlik yaradır. Yəni, müalicədən sonra üzün təmizlənməsi, onlar utanırlar, bir çoxları uzun müddət üzlərini gizlədirlər. Tüklənmənin görünülür şəkildə, kişi tipli tüklənmənin olması qadını çox narahat eləyir və bunların müalicəsi artıq özlərini qadın kimi hiss eləyəndə xoşbəxt olurlar təbii ki. Doktor,
bizim dediyimiz kənardan aldığımız dərmanların axı hormonal statusdan danışırıq. Bir qadın olaraq reproduktiv dövrdə bunun gələcəkdə ola biləcək onkoloji problemi yaranmasın deyə mən həkimimə güvənməliyəm. Madəm istəklərimi reallaşdıracağam, gələcəkdə də süd vəzi xərçəngindən tut digər reproduktiv orqanlarda hər hansısa bir onkoloji problem olmasın deyə mənə bir məsləhət vermənizi istəyəcəm. Yəni bu sırada qəbul olunan o oral kontraseptivlər və s. süni hormonlar, hormonsuz. Yəni yanlış anlaşılmasın, Yarada Ümumiyyətlə bilən bu tək bizdə Azərbaycanda deyil. Yəni dünyada da əvəzedici hormon terapiyasına yanaşma, yəni bir qorxu, bir deyərdim ki, bir həmişə çəkinilibdir bu sahə. Amma son yəni Ümumdünya Səhiyyə Təşkilatının qərarına əsasən əvəzedici hormon terapiyası tam şəkildə FDA qərarı ilə tam şəkildə ziyansız qəbul edilmişdir. Amma burada bir nüans var. Düzgün dərman preparatının düzgün yerdə istifadə olunması şərti ilə. Yəni dərman seçimi düzgün olarsa, molekul seçimi düzgün olarsa, biz hətta lazımdır deyirik ki, hormon terapiyası aparılsın. Niyə? Çünki baxın, 45 yaşında erkən menopauzaya girmiş bir qadın nə dərəcədə o menopauzanın əlamətləri ilə, qoyduğu fəsadlarla yaşamağı nə qədər komfortlu ola bilər. Estrogen azalır. Sümüklərdə ərimə gedir. Estrogen azalır, genital orqanlarda atrofiya başlayır. Dəridə yəni tamamilə, yəni belə deyək də, yəni tam şəkildə loru dildə deyək, yəni qadın 45 yaşında qocalır. Yəni bu nə dərəcədə yəni dünyada bu dəqiqə qəbul olunandır? Yox, qəbul olunan deyil. Amma yenə bunu süni şəkildə biz süni dediyimiz nə qədər süni olsa da kənardan artıq orqanizm onu istehsal eləyə bilmirsə, biz onu məcburuq ki, əvəz eləyək. Yerinə qoyaq ki, bu cür problemlərlə rastlaşmayaq. Və bəzən qadınlar əvəzedici hormon terapiyasından bax bu səbəbdən qaçırlar. Amma indi hal-hazırda ümumiyyətlə dünyada menopauzal sindrom dediyimiz ayrıca bir mövzudur. Yəni yaratdığı sindromları, simptomatikaları biz estrogenlə, yəni adi bir, yəni hələ heç progesteronu qatmayım araya, yəni müalicə etmiş oluruq. Çünki 35 yaşdan sonra artıq birinci progesteron, testosteron, sonra isə estrogen qanda azalmağa başlayır. Sonrasında yox səviyyəsinə çata bilir. Estrogen artıq vulkan kimi püskürür. Bu qadınlarda. Bu qadınlarda, bəli. Bənzər problem olanlarda. Bəli. Estrogen o qədər var ki, maşallah, demək belə istəmiyoruz. Yəni yetməyəni yerinə qoymalıyıq. Yetməyəni yerinə qoymalıyıq. Bəli. Yetməyəni də təyin etmək lazımdır. Mən ona görə bu və digər şikayətlər istəyirsiniz bir daha sadalayaq. Kişi tipli tüklənmə. Bəli. Artıq çəki, hətta zəiflik. Üzdəki səpkilərin olması, çəkinin artıq olması daha çox... Tüklənmə harda ola bilər? Tüklənmə əsasən qarın bölgəsində, süd vəzi ətrafında, çənə bölgəsində, yəni bu istiqamətlərdə tüklənmələr normal sayılmır. Əsasən də kişi tiplidir, yəni daha cod, daha kobud şəkildə yəni özünü göstərən tüklənmələr. Çəkinin artması, çəkinin artmasından əlavə olaraq, yəni bədən çəki indeksinin yüksək olmasından əlavə olaraq çəkinin verilə bilməməsi, qanda, yəni artıq endokrinoloqunuz və yaxud da terapeutiniz sizə insulin rezistentlik diaqnozu qoyubsa, artıq bu bir siqnaldır ki, siz müalicə almalısınız ki, gələcəkdə bir çox problemlərlə rastlaşmayasınız. Doktor, mən təşəkkür etmək istəyirəm gəldiyinizə görə. Var mı sonda demək istədiyiniz xanımlarımıza? Xanımlara bildirmək istəyirəm ki, onlar nə qədər öz orqanizmlərinin, sağlamlıqlarının qeydinə qalarlarsa, bir o qədər ailədə də, cəmiyyətdə də yəni bir xoşbəxt bir cəmiyyət olmuş olar. Hər bir qadının mən deyərdim ki, mama ginekoloq həkimi, dostu, rəfiqəsi ona məsləhət verəni olmalıdır. Çünki bəzən indi insanların tibbi biliyi olmadığına görə, bax biz insulin dirəncindən danışırıq, artıq çəkidən piylənmədən danışırıq. Tiroid vəzi və s. baxırsan ki, bu endokrinoloji problemdir. Yəni bir sahəni digər sahəyə bağlaya bilmirlər. Bu da tibbi bilgisizlikdən irəli gəlir. Halbuki altda yatan ən böyük səbəblər məhz o ola bilər. Ginekoloq həkimləriniz olsun ki, onlar sizə doğru yol göstərsinlər, doğru məsləhət
məsləhət versinlər. Yəni düşünməyin ki, bu gün artıq çəkim var, heç bir problem yoxdur. Yox, gələcəkdə ola biləcək bir çox fəsadların qarşısını doğru məsləhətlə ala bilərsiniz. Vaxtında müraciət eləsinlər. Xoş oldu sizinlə görüşmək. Minnətdaram. Bir daha xatırladım. Cərrah mama ginekoloq Günay Əsədova studiyamızın həkim qonağı idi. Baku Medical Plaza klinikasının Babək filialında fəaliyyətini davam etdirir. Buyurun, müraciətlərinizi edə bilərsiniz. Qısa aradan sonra yenidən qarşınızdayım. Bugünkü pasiyentimiz 25 yaşında gənc bir xanımdır. Xanım 1 ildir ki, süd vermə dövründədir. Müraciət səbəbi uşaqlıq yolunda qaşınma, göynəmə və quruluqdandır. Müayinə etdikdən sonra pasiyentimizə 3 kurs lazer terapiyası məsləhət gördük. Həmçinin öz qanından götürdüyümüz müəyyən miqdar qandan aldığımız plazmanı həmin nahiyəyə vuraraq həmin şikayətləri də aradan qaldırmış olacaq. Əgər sizdə də bu cür problemlər varsa, vaxtında müraciət edin ki, orada təkrar atrofiya yaranmasın. Çünki süd vermə dövründə də hormona bağlı bu cür dəyişikliklər əmələ gəlir.